Küməsdə temperatur eyni olmalıdır. Çünki isti olanda və yaxud soyuq olanda cücə istədiyi yemi götürə bilmir və çəkidə geri qalır. Su küməslərdə mikrobsuz, pH-ı normal olan sudan istifadə olunmalıdır. Hətta insanın qəbul etdiyi sudan həmin cücələrdə verilməlidir. Havalandırma küməslərdə deməli ilk gündən aparılır. Küməsin içinə təzə hava daxil olmalıdır. Karbon tərkibli hava da küməsdən xaric olunur. Bu zaman cücələr özlərini yaxşı hiss eləyir, yemə suya yaxşı gedirlər və nəticədə sağlam çəki alırlar. İşıqlandırma quşların hərəkətini, inkişafını geriyə sala bilər. Normal işıqlandırma, normal lüks olduqda cücə stres keçirtmir və yemə suya normal gedir.